Artıq 16 aprel 2026-cı ildir. 12 aprel və 12 apreldən sonra vəd olunan 3 gün qaranlıq dövrü, şuurun 3 günlük qaranlıq dövrü gerdə qaldı. Bugün Yer planeti yeni enerjilərin içində yaşayır. Bu 3 günlük şuurun qaranlığı nəyi insanlara verdi? Yerə nəyi gətirdi? Mənim əzizlərim, mən sizi bu yeni gündə 16 aprel 2026-cı ildə salamlayıram. Ötən 3 gün şuurun qaranlıq dövrü yerə indiyə qədər görünməyən, yerdə indiyə qədər mümkün olmayan enerjilər gətirdi. 12 aprel bütün enerjilər sıfırlandı. 13 apreldə bu sıfırlanmış enerjilər tamamilə yoxa çıxmağa başladı. Sanki dərin bir quyudur, bu quyunun dibi yoxdur və sıfırlanmış enerjilər dibi olmayan quyunun dibinə gedir və bitir, qurtarır. Bu bitən, qutaran yerdə olan negativ energiyalar idi. Və bunları edən yerə gələn enerjilər idi. Yerə gələn enerjilər mövcud olan, yerdə mövcud olan və yerə gələn enerjilərlə sinxronlaşmayan, uyğun olmayan enerjiləri sıfırlayırdı. 14 apreldə isə yerə qatı pərdə şəklində, qaranlıq, qara rəngdə enerjilər gəldi. Onlar arxa hissədə, bu pərdənin, qaranlıq pərdənin arxa hissəsində işlər görməyə başladı. Bu tərəfdə insanlar görmürdü nə baş verir, bu tərəfdə insanlar gördüyünü görürdü, yaşadığını, real həyatda olduğunu görürdü nə baş verir. Ancaq o biri tərəfdə, pərdənin arxa tərəfində təmizləmə prosesi gedirdi. Bakıda müxtəlif yerlərdə dolu, yağış yağdı. Bütün yerdə olmadı. Bu təmizləmə prosesi idi. İnsanlar bunu qeyri-adi bir hadisə kimi qəbul edirdilər. Yaşı 50-ni ötmüş insanlar deyirdilər ki, həyatımızda belə bir şeylər görməmişik, belə bir hadisələrlə rastlaşmamışıq. İnsanlar bunu yaşadılar və təbiətin qeyri-adiliyi kimi gördülər. Pərdənin bu tərəfində, amma pərdənin arxa hissəsində isə negativ energiyalar təmizlənirdi həmin o hissələrdə, həmin o ərazilərdə. 15 apreldə isə yeni energiyalar, bu təmizlənmə enerjisinin arxasınca yeni energiyalar gəldi. Bunlar qatı şəkildə idi bu energiyalar. Ancaq digərlərindən fərqli olaraq yerdə qalan enerjiləri, negativ enerjiləri hər bir insan üçün, yer üçün artıq uyğun olmayan, yaşaması mümkün olmayan enerjiləri sıxırdılar, sıxıb sıfırlayırdılar. Sən ifadə edirsən, nəyi istəmirsən, onu sıfırlayırlar. İnsanlar şuurlu şəkildə öz istəklərini və yaxud istəmədiklərini ifadə etmədiyinə görə onların əhval-ruhiyyəsi hansı vəziyyətdə idisə, məsələn, nəyisə istəyir, amma bilir ki, bu mümkün deyil. Mümkün olmayanı onlar sıfırlayırdılar. Yəni, sən bu mümkün olmayanı düşünürsənsə, əhval-ruhiyyən hansı vəziyyətdədirsə, onu sənin üçün sıfırlayırlar. Və yaxud sən hansı əhval-ruhiyyədəsənsə, negativ əhval-ruhiyyədəsənsə və bu vəziyyəti sən çoxaldırsan, onlar bunu görürlər, bunu sənin üçün çoxaldırlar.
sənin pozitiv əhval-ruhiyyən, sənə uyğun olmayan pozitiv əhval-ruhiyyən sıfırlanır. Yaxud sən pozitiv əhval-ruhiyyədəsən, bunu daha da çoxaltmaq istəyirsən, şuurlu şəkildə bəyan eləyirsən, hətta şuurlu deyilsən də, bilmirsən də, bu məlumatın yoxdur sənin bütün bunlarla bağlı. Onlar bunu səndə çoxaldırdılar. Və bu energiya yerə gəldi, dünən axşam üstünə yerə yayıldı. Bütün məkana yayıldı. Hə, bir də onu deyim ki, 14-ünün energiyası gün ərzində yerə gəldi və axşamüstü yerə çatdı, yerdə torpaqlandı, yerin dərinliyinə getdi. 15-inin energiyası da gün ərzində məkana yayıldı və məkanla tamamilə sinxronlaşdı. Hamı. İnsanlar bunu bildilər də, bilmədilər də, bilənlər əlbəttə ki, 1% yer planetində. Amma nə gözəl ki var və həmin o insanlar bu energiyanı yerdə qəbul etdilər. Hiss elədilər, qəbul elədilər, təşəkkür elədilər. Yerdə bu energiyaların sinxronlaşmasına imkan yaratdılar. Bu energiyaların yerdə torpaqlanmasına imkan yaratdılar. Həmin bu 3 gün ərzində yerə gələn energiyalar ali evin energiyalarıdır. Heç vaxt yerdə olması mümkün olmayan enerjilər idi. Artıq bugündən sonra bu enerjilər yerdə, yerin sahibi kimi yaşamaya başlayırlar. Onların missiyası yerdə mövcud olanı çoxaltmaqdır. Onlar sevgi energiyasıdır. Ali evin enerjisi məhz sevgi enerjisi ola bilər və onlar sevgiləri yerdə çoxaldırlar. Onlar bolluq enerjisidir. Nə boldusa onu çoxaldırlar. Əgər bir insanda negativ energiya boldusa, onlar onu çoxaldacaqlar. Onlar onu sevgiyə çevirməyəcəklər. Çünki Yaradanın insana verdiyi seçim hüququ var. Və bu hüququn qorunması bir qanundur. Heç kimin seçiminə mane olmaq olmaz. Çünki bu onun oyunudur. Onun ruhu bu seçimi qəbul edib, belə bir oyunda oynamağı yerdə qəbul edibdir və özü öz seçiminə görə həyatını yaşayır. Digəri isə pozitivdədir, müsbət əhval-ruhiyyədədir. Onun əhval-ruhiyyəsi bolluq şəklində çoxalır. Onun seçimi odur. Və bu enerjilər yerdə məhz yerin özündə, yəni insanlarda yox, məhz yerin özündə hər şeyin ən gözəlini eləyəcək. Ancaq pozitiv əhval-ruhiyyədə olan bunu gözəl olaraq görəcək. Başa düşəcək ki, yerdə nə baş verirsə, yalnız və yalnız xeyir üçündür. Yerə dəstək üçün və yerdəkilərə xeyir üçündür. Negativ əhval-ruhiyyədə olanlar isə bunu tam əksinəsini görəcəklər. Bu yerdə baş verənlər nə olacaq? Yerdə baş verənlər yer planetinin təmizlənməsinə xidmət eləyəcək. Fiziki olaraq təmizlənməsinə xidmət eləyəcək. Əgər fiziki olaraq təmizlənmə varsa, deməli, kiriyin, hisin, pasın çıxmasıdır. Bu da təbiətdə, təbiət hadisələri ilə baş verəcək. Pozitiv düşüncəli, sevgisi bol olan insan bunu təşəkkürlə qəbul eləyəcək. Hətta bu ona fiziki baxımdan ziyan gətirmiş olsa belə, olduğu kimi qəbul eləyəcək, başa düşəcək ki, bu qaçılmazdır yerdə.
təşəkkür eləyəcək və bunun baş tutması üçün özlərinə nə düşürsə onu eləyəcək. Neqativ əhval-ruhiyyədə olan insan isə bunu faciə olaraq qəbul eləyəcək, itki olaraq qəbul eləyəcək, dağıntı olaraq qəbul eləyəcək və qorxu daha da çoxalacaq. Və belə insanlar yer planetində artıq, belə insanların yer planetində artıq yaşaması mümkün olmayacaq. Çünki yer neqativlərdən təmizləndikcə bu tipli insanlardan da yer təmizlənəcək. Yeri belə neqativ energiyalarla zənginləşdirən, min illər boyu neqativ şuurlu, neqativ düşüncəli, neqativ əhval-ruhiyyəli proqramlar olub və bu proqramda olan insanlar olub. Əlbəttə ki, bu proqramın necə, nə üçün yerdə olmağının səbəbləri var. Bugünkü mövzumuz həmin o səbəbləri açmaq deyil. Bugünkü mövzumuz 16-sından sonra yerdə hansı energiyalarla, hansı əhval-ruhiyyələrlə yaşamaq lazımdır ki, həmin bu enerjilərlə biz sinxronlaşaq və özümüz də, əzizlərimiz də sağlam, xoşbəxt yaşayaq. Bax, budur bizim mövzumuz. Biz şuuru açıq olan insanların üzərinə bu enerjilərdən daha pozitiv şəkildə istifadə etmək, onlarla sevgidə sinxronlaşmaq düşür. Biz qəlbimizi hər an sevgiyə açırıq. Əlbəttə ki, yer planeti elə qurulub ki, energetik baxımdan orada yaxşı, pis, yəni dualizm anlayışı insanların inkişafı üçün bir yaşam tərzidir. Amma indi yer planeti özünü dəyişir, sevgiyə çevrilir və o dualizmin negativi yer planetində öz mövcudluğunu, inkişafını yox, mövcudluğunu başa vurur. Təbii ki, inkişafını da həmçinin və bizim üzərimizə düşən bunu görmək, hiss eləmək, bunu çoxaltmaqdır. Öz düşüncəmizdə, əhval-ruhiyyəmizdə, ətrafımızda sevgi yaymaq, özümüz sevgiyə çevrilib, sevgiləri çoxaltmaq. Əlbəttə ki, kimsənin seçiminə mane olmadan, kimsəni buna zorla təhrik etmədən, çünki əgər biz bunu əzizlərimizə, yaxınlarımıza, ətrafımıza zorla elətdirməyə çalışacaqsa, bunun əksinəsini görəcəyik. Biz onlardan sevgi əvəzinə təpki görəcəyik. Bu o demək deyil ki, onlar bizi sevmirlər, onlar bizi qəbul eləmirlər. Yox, bu o deməkdir ki, bizim düşüncələrimiz, bizim əhval-ruhiyyələrimiz, bizim şuurumuz ayrı-ayrı tezlikdədir. Və onlar başqa tezlikdə olduğu üçün bizim şuurumuzun dalğalarını tuta bilmir. Biz öz tezliyimizdə, aşağı enmədən onları sevməli, onlara yalnız və yalnız hər şeyin ən gözəlini hazırlamalıyıq. Biz öz şuurumuzda onların bu tezliyə qalxmağını əhval-ruhiyyəmizlə hiss eləməliyik və yaşamalıyıq. Bu şəkildə onlara kömək eləməliyik. Yəni bir balaca bir texnika mən sizə deyim. Bunu necə eləyirik biz? Biz, yəni oyanmış ruhlar, şuuru oyanmış ruhlar və bu energiyaları 16-sından sonra yerə gələn sevgi dolu energiyaları görüb qəbul edən insanlar. Bunlarla, bu enerjilərə sinxronlaşmış insanlar. Biz nə edirik? İstənilən bir sevdiyimiz insanı, övladımızdır, qardaşımızdır, valideynimizdir, yaxınımızdır, həyat yoldaşımızdır, fərqi yoxdur, dostumuzdur. Bu enerjiləri anlamır, başa düşmür, qəbul eləmir, aşağı tezlikdədir, negativdir. Və biz də ona dəstək olmaq istəyirik. Şuurlu şəkildə bunu eləyirik. Bu nədir? Biz fiziki aləmdə sözümüzlə, fikrimizlə,
elə etmə, belə et, bunu belə etmə, etsən belə olar şəklində yox. Ona müdaxilə etmirik həyatına. Beynimizdə, qəlbimizdə təsəvvür edirik ki, bu insan yerə gələn enerjilərlə artıq sinxronlaşır. Yerə gələn enerjiləri qəbul eləyir. Bunun üçün ayrıca özümüzə vaxt ayırırıq. Bir neçə dəqiqəlik sakitləşirik. Dərindən 3 dəfə nəfəs alıb veririk. Təsəvvür eləyirik ki, bu insan yerə gəlmiş enerjilərlə sinxronlaşmış, onları qəbul etmiş vəziyyətdədir. Bunu hiss eləyirik, bunu yaşayırıq. Həmin o enerjiləri bu insana istiqamətləndiririk. Və görürük ki, fiziki olaraq görürük ki, bu insan həmin o enerjilərin içindədir. Və necə dəyişir, necə düşüncəsi dəyişir, necə əhval-ruhiyyəsi dəyişir. Buna bir neçə dəqiqə vaxt ayırırıq. Hiss elədik, gördük və buraxırıq. Bitdi. Bu 1 dəqiqə ola bilər, 2 dəqiqə ola bilər. Bizim bədənimizdə, öz əhval-ruhiyyəmizdə bunu tuta bildikmi, hiss elədikmi, bitdi, buraxdıq, getdi. Və təşəkkür edirik kainata. Öz həyatımızı davam edirik. Bunu təkrarən gündə bir neçə dəfə edə bilərsiniz. Əgər siz həmin adamın pozitiv düşüncədə, real şəkildə pozitiv düşüncədə olmağını istəyirsinizsə, real şəkildə bu enerjilərlə sinxronlaşmağını istəyirsinizsə, bu xoşbəxtliyi ona da özünüzə də yaşadın. Əks halda sizin aranızdakı o tezlik fərqi daha da böyüyəcək. Çünki siz yuxarıya qalxırsınız. Əgər geriyə qayıtmaq istəmirsinizsə, əlbəttə ki, siz yuxarıya qalxırsınız, o isə orada qalacaq. Ona öz düşüncənizə dəstək olun, çəkin öz tərəfinizə. Əmin olun ki, bu baş tutacaq. Əlbəttə ki, birdən-birə yox, zaman-zaman o bunu özündə hiss edəcək. Və görəcəksiniz ki, həmin o insan baxdığı videolara baxmır, dediyi aşağı tezlikdə deyil, sizin fikirlərinizlə onun fikirləri üst-üstə düşməyə başlayır və bunu yavaş-yavaş özünüzdə çoxaldım. Görürsünüz ki, belə bir proses gedir həmin o insanda. Özünüzdə, ancaq öz daxilinizdə bunu edin. Və ətrafınızda olan aşağı tezlikli enerjilərə maksimal şəkildə reaksiya verməyin. Dediyim kimi, yerə gələn enerjilər maksimal şəkildə neytraldır. Siz nəyi çoxaldacaqsınızsa, öz şuurunuzda, əhval-ruhiyyənizdə, bədəninizdə, onlar bunu sizin üçün edəcəklər. Gəlin, mənim əzizlərim, biz işıqlanmış ruhlar, qəlbi, ruhu, yaradanın sevgisinə açıq olan ruhlar bu sevgi energiyalarını ətrafımızda çoxaldaq. Bu istiqamətdə yerə dəstək olaq. Əgər burada yaşamaq istəyiriksə, həm də sağlam, xoşbəxt yaşamaq istəyiriksə, əzizlərimizlə birlikdə yaşamaq istəyiriksə, bu istiqamətdə yerə kömək olaq. Əgər biz işıqlı insanlar, sevgi dolu işıqlı insanlar çoxalacaqsa, yerdə sevgilər çoxalacaq. Bu vibrasiyada olan sevgilər çoxalacaq. Əgər yerdə belə vibrasiyada olan sevgilər çoxalacaqsa, yer planetinin sevgi energiyası daha da çoxalacaq. Bax, bu zaman yer daha az püskürəcək. Çünki o sevgiyə çevriləcək. Sevgilərdən sevgiyə çevriləcək.
onda təbiət hadisəsi daha az olacaq. Və əgər biz daha çox alacağıqsa, bu təbiət hadisəsi sıfır səviyyəsində ola bilər. Əziz sevgi dolu ruhlar, məni bura qədər dinləyən ruhlar, əgər siz bura qədər məni dinləməyə səbirli oldunuzsa, səbriniz çatdısa, deməli siz həqiqətən də yerdə işıq dolu sevgilərlə yaşamaq üçün bura gələn ruhlarsınız. Siz Yaradanın seçilmiş xüsusi ruhlarısınız və işıq döyüşçülərisiz. Yaradanın işıq döyüşçülərisiz. İşığı yerdə yaymaq üçün gələn ruhlarsınız. Bu istiqamətdə mən sizin hər birinizə işığınızın daha da bol olmağını arzulayıram. Mən sizin hər birinizi sevirəm və sizin hər birinizin qəlbinə Yaradanın sonsuz sevgilərinin daha da bol, yüksək səviyyədə, yüksək enerjilərinə çoxalmağını, işıqlanmağını arzulayıram. Mənim sevgi dolu ruhlarım.